Salam dostlar, kanalıma xoş gəlmisiniz. Uzun aradan sonra sizlər üçün yeni bir vlog hazırlamışam. Ümidvaram ki, bəyənəcəksiniz. Əvvəlcə vlogda qısa-qısa nələr olacaq sizlər üçün paylaşıram ki, sizin üçün əgər maraqlıdırsa sona qədər baxasınız. Əvvəlcə həftə sonu idi, gözəl bir xaş hazırlamışdıq, onu yedik. Daha sonra həyətə düşüb təmizlik işləri gördük. Burada isə yollanırıq, qızımın gimnastika dərsini aparırıq. Daha sonra isə bol-bol bağlama açılışımız var və sonda ad gününə dəvətliydik, ora getməyə hazırlaşırıq. Hə dostlar, indi isə keçək əsas vlogumuza. Mən səhər oyanıram, bu gözəl çiçəklərimə baxıram, artıq çiçək açır. Bu gülü o qədər çox sevirəm ki, çünki daimi üzərində çiçəklər olur. Çiçəklərimi sulayıram, ətrafı biraz səliqəyə salıram. Otaq təravətli olsun deyə belə ətirlərdən istifadə edirəm. Bu dəfə kofe qoxulu ətir seçmişik, onu da yerləşdirirəm. Evimizi də bu arada yeni ilə uyğun bəzəmişik. Yolkada qurmuşuq biz artıq noyabr ayından. Və bugün həftə sonudur. Həftə sonu qış aylarında tez-tez biz xaş hazırlayırıq. Bugün də həmin soyuq qış sabahlarından birinə oyanmışıq və belə dadlı, ləzzətli xaş hazırlamışıq. Bu isə nar suyudur. Həmişə xaş bişirəndə nar suyu alırıq. Bunu çox sevirik, nar suyu ilə yeməyi. Həm də suxarifdən istifadə edirik. Suxarifi də mən xoşlayıram. Daha sonra isə həyətə düşürük. Bu şirinlərimiz, bunlara yemək verirəm. Bayaqdan bizi gözləyirlər. Pəncərənin önündə dayanıblar ki, onlar üçün yemək gətirin. Belə şirin-şirin yeməklərini yeyirlər. Biz də həyətdə biraz səliqə işləri görəcəyik. Yarpaqlar çoxlu tökülüb, onları yığmalıyıq, səliqəyə salmalıyıq həyəti. Həftə içi vaxtımız olmur, çalışırıq ki, həftə sonları az da olsa təmizlik işləri edək. Yarpaqları yığışdırmalıyam, süpürməliyəm, ona görə ağaçları belə sirkəliyirik ki, üstündə olan, tökülməyə hazır olan yarpaqlar da tökülsün və birlikdə təmizləyək. Yoldaşım da belə böyük bir heyva tapmışdı, onu gətirib görün necə böyükdür. Saxlayıram, çox gözəl ətri var, evə qoymuşam. Belə təmizlik işlərinə davam edirik. Qızım da bu şirin pişiyi tutub, çox sevir pişikləri. Bütün gün pişiklə oynamaq istəyir, ancaq mən icazə vermirəm əl vurmağa. Burada əlcək taxdığına görə götürüb və çox xoşbəxtdir. Belə baxın, həyət təmizdir. Artıq mən çıxmışam evə, oradan çəkirəm. Burada isə xaşımız var. Qalıb xaşdan yemişik, bir qismi qalıb. Hazırlaşırıq, gedirik şəhərə. Bugün qızımın gimnastika dərsi var. Onu aparırıq dərsə, 2 saat davam edir dərsləri. Çox gözəl nəticələr görürük qızımda. Ona görə də dərslərə getməyə davam edirik. Ancaq burada biz gecikdik dərsə, bir 15 dəqiqəyə yaxın dərslərə gecikdik. Çünki qatar keçirdi və biz dayanıb onun keçməsini gözləməli olduq. Gəldik, nəhayət dərsə çatdıq. Burada onlar isinmə hərəkətləri edirlər. 1-2 kadr çəkdim. Uşaqların çox da görünməsini istəmirəm. Və bizim çoxlu bağlamalarımız var. Yol üstü onları götürmüşük. İndi bir-bir hamısına baxacağıq. Bağlamada ən çox Temudan gələn bağlamada mənim sifarişlərimdir. Bu dəfə özümə çoxlu əşyalar, geyimlər falan sifariş etmişəm. Qızıma da almışam təbii ki. Onu hədiyyəsiz qoya bilməzdik. Mütləq bizim evə bağlama gəlirsə, orada qızım üçün nəsə olmalıdır. Çünki bağlamaları açmağı çox sevir və onun üçün orada nəsə çıxanda 2 qat sevinir. Burada isə baxırıq, görək nələr var, nələr almışıq. Hər birini də sizə bir-bir göstərəcəm. Keyfiyyəti haqqında da məlumat verəcəm. Əslində əsas məqsədim özümə sumka almaq idi. Ancaq Temudan sifariş etmək üçün 30 manat dəyərində nəsə götürmək lazımdır. Ona görə də 30 manat tamamlansın deyə digər 1-2 şey də seçmişəm. Bu da onlardan biri. Belə bir bluz seçmişəm. Nazik materialdır. Səhvən ölçündə böyük götürmüşəm. Ancaq çox da pis qalmadı. Geyindim əynimdə. Nazik ölçüdə. Böyük səhv eləmirəmsə 5 manat idi. Daha sonra burada sırqalardır. Həmin rəngdə, qəhvəyi rəngində. Bütün aldıqlarım bu arada qəhvəyi tonlardadır. Belə şirin sırqalardır. Çox qəşəngdilər. Baxın, qızılıdır. Qıraqları isə belə qəhvəyi rəngdədir. Bu da çox ucuz idi. Səhv eləmirəmsə 1 manat 50 qəpik idi. Baxaq görək bu bağlamada nə var. Burada isə üstdən əlimi vururam. Nəsə yumşaq bir şeydir. Baxaq görək içindən nə çıxacaq. Aha, burada isə şarfdır. Mən şarf da sifariş etmişdim. O da yenə dediyim kimi qəhvəyi tonlardadır. Belə bir yumşaq materialda şarfdır. Qiyməti isə 5 manat idi. Qiymətinə görə çox keyfiyyətlidir. Mən çox bəyəndim.
Daha sonra qızımın papağıdır. Onun üçün belə papaq sifariş etmişdim. Bu da səhv etmirəmsə 5 manat idi. Onun qəhvəyi rəngdə kurtkası var. Üzərində isə ağ çiçəkləri var. Bu papaq isə ağdır, üzərində qəhvəyi çiçəyi var. Ona görə bir-birləri ilə çox yaraşırlar. Artıq qızım istifadə edir, çox bəyənir. İçi də yumşaqdır, yun materialı deyil. Qəlbə yumşaq belə bir materialı var. Ona görə də xoşlayır, sevərək istifadə edir. İndi isə keçək növbəti bağlamaya. Mən artıq aldığım koftanı da geymişəm. Burada baxın, əynimdədir. Belə boş qalır. Və mənim nəhayət gözlədiyim əsas məhsulum çantam. Görək necədir. Rəfiqəmlə birlikdə seçmişik. Seçimlərdə mənə kömək etmişdi. Budur. Həmin o möhtəşəm çanta. Kiçik ölçüdədir. Şəkildən, videodan çox da böyük görsənir. Ancaq belə deyil. Biraz ölçüləri kiçikdir. Amma mən çox bəyəndim. Çox yumşaq materialı var. Dizaynı, hər şey çox bəyəndim. Çox xoşuma gəldi. Keyfiyyətli də paketləmə etmişdilər və sağlam şəkildə əlimə çatdı. İndi isə biz gedirik axşam yeməyi yeməyə. Günorta yeməyimizi də, daha doğrusu səhər yeməyimizi də günortaya yaxın yemişdik. Həm də xaş yediyimiz üçün axşama belə sadə kartoşka qızartması hazırladım. Evimizin ən sevimli yeməyi. Və belə turşular almışıq, qarışıq. Bunlar da çox ləzzətlidir. Onlarla birlikdə yeməyimizi yedik. Keçirik növbəti hədiyyələrimizi açmağa. Sizə dedim axı, bizim bu vloqumuz ancaq alış-verişdən, hədiyyələrdən ibarətdir. Bunu isə mənim doğum günümdə anam gətirmişdi. Ancaq mən bunu açıb yoxlamaq imkanı tapmamışdım. Bugün elə qızımla yatarkən axşama doğru dedim ki, gəl açaq qızım, buna da baxaq. Sabah onun üçün kotlet hazırlayacağam. Və toyuq kotleti, toyuğun döşətindən hazırlayıram. Və elə düşündüm ki, həmin əti blenderdən keçirdim. Daha ət çəkən maşından istifadə etməyim. Ona görə də axşam-axşam bunu da açmağı qərar aldıq. Açdıq, qurlaşdırdıq, yoxladıq və çox bəyəndik. Mənim blenderim var idi, ancaq o xarab olmuşdu, işləmirdi. Anamın belə bir hədiyyə alması çox yerinə düşdü. Çox təşəkkür edirəm buradan ona. Və belə sabah kotlet hazırlayacağıq. Həm də sabah ad gününə dəvətliyik. Ona görə axşamdan da hədiyyəmizi hazırladıq ki, sabah götürək gedək. Sonda isə ətrafı, otağı səliqəyə saldıq və gedirik yatmağa. Elə burada da sizinlə sağollaşmaq istəyirəm. Videoma sona qədər baxdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.